dəyərli izləyicilər, bugün ailə münasibətlərində hüquqi təminat və qarşılıqlı anlayış məsələsinə toxunacaq. Mövzumuz isə nikah müqaviləsidir. Bəs nikah müqaviləsini imzalamaq üçün şərtlər nələrdir? Bu müqaviləni kimlər imzalaya bilər? Elə bütün bu sualların cavabını verilişimizi izləyərək öyrənə bilərsiniz. Sağlam ailə modeli sağlam cəmiyyətin əsasını təşkil edir. Rəsmi nikah tərəflərin hüquqlarını qorumaqla yanaşı, eyni zamanda qarşılıqlı məsuliyyət, hörmət və inamın qurulduğu bir dəyərlər sistemidir. Hər şəxs qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququna malikdir. Nikah kişi ilə qadının qeydiyyat şöbəsində rəsmiləşdirilən könüllü ittifaqıdır. Nikaha daxil olmaq istəyən şəxslər 18 yaşına çatdıqdan sonra qanunla nəzərdə tutulmuş istisna halları ki var ki, nikaha mane olan hallar, o hallar olmadıqda nikaha daxil olmaq üçün ərizə ilə qeydiyyat şöbəsinə müraciət edirlər və nikaha daxil olmaq üçün həmçinin ərizəyə tibbi arayış da əlavə edilir. Tibbi arayışla birlikdə ərizə və nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət edirlər və nikaha daxil olmaq haqqında ərizə verildiyi gündən bir ay ərzində, bir aydan sonra nikah qeydiyyata alınır və nikah qeydiyyat şöbəsində rəsmiləşdirildikdən sonra öz hüquq qüvvəsini alır.